Kərbəla hadisəsini insan gərək duya, yaşaya, içində yaşaya. Bu Ərbəyin ziyarətində gedənlər sosial şəbəkələrdə görürük ki, əllərini alıblar çamadanı, nə bilim paltarları yığırlar, gəlirəm ağacan və yaxud da aeroportda xarici pasportla biletləri çəkirlər. Bu cür nüanslar edirlər. Bu düzgün bir şey deyil. Çünki gedə bilməyənlər var. Oranın həqiqətən də həqiqi aşiqləri olanı var. Ərbəyin ziyarətinə gedə bilməyənlər. Görürlər, pis olurlar. Yəni sən sanki bu cür edirsən. Mən acıq verirəm, özümü göstərirəm. Bax, mən gedirəm, sən qaldın. Bu cür etmək olmaz. Sən cəmiyyətə nümunə olmalısan. Sən əksinə gedirsənsə, ona Allah biləcək, bir də İmam Hüseyin ağa biləcək. Qutardı. Sən özünü kimə göstərirsən burada? Çamadan yığırsan, nə bilim, mərsiyə də qoyursan orada, gəlirəm Kərbəlaya. Olmaz bu cür etmək. İmam Hüseyin ağa məktəbi bu cür öyrətməyib bizlərə ki, sən kiməsə acıq verəsən, özünü göstərəsən. Gedəb həqiqi aşiqlər ki, həqiqətən də aşiqdir, amma biz bilmirik. Həqiqi aşiqlər var ki, o ziyarətə gedə bilmirlər. O ziyarəti duymurlar. Amma içlərində o eşqi yaşayırlar. Təəssüflər olsun ki, cəmiyyətdə bu cür insanlar çoxdur. Hətta gedir ziyarətə neynir? Əlində paylanan ehsanlar var. Sular, nə bilim, çaylar. Çəkib paylaşır. Mən Ərbəyin ziyarətində. Sən Ərbəyin ziyarətində deyilsən. Sən gəzməkdəsən. Sən istirahətə getmirsən. Sən prosto özün elə zənn edirsən ki, mən Ərbəyin ziyarətindəyim. Xeyr, sən istirahətə getmirsən. Necə? İstirahətə gedən adam çəkər paylaşar da özün. Əlində su, çay, sərin sular. İmam Hüseyin əleyhissalam necə o dəfə danışdıq, necə hicrət etdi Kərbəlaya? Ac, susuz, məzlum şəkildə hicrət etdi Kərbəlanı. Həqiqi aşiq də nə etməlidir? O cür olmalıdır. Həqiqi aşiq su çəkib paylaşmamalıdır. Deməlidir, mənim ağam, aşiqim susuz, məzlum şəkildə hicrət etdi Kərbəlaya. Mən keyf etməliyəm? Xeyr. Mən keyfə getməliyəm? Xeyr. Çox təəssüflər olsun ki, bu cür şəxslər çoxdur. Saxtakarlar çoxdur. Ona görə də baxıb aldanmayaq. İmam Sadiq ağa deyir, nə çox səsküy, nə az hacı.